Yəni bugünkü siqaretləri götürəndə, yəni o tütünün tərkibini qoyuram bir tərəfə. Kağızı ki var, o tütünün, siqaretin kağızı. Onun özünün istehsalı ikincili məhsullardan yəni işlənmiş bir yəni kağızdır. O kağız da deyil. Yəni yoxlamaq üçün siqaret istifadəsi kullanan o tütünü içindən boşaldıb o siqaretin sırf kağızını yandırsalar, görəcəklər ki o kağız kimi yox, əski kimi yanır. Yəni əski kimi yanmaq o deməkdir ki, əskinin də yanması, yəni bunu kim istəyir yoxlasın evində də. O tam yanıb bitmir. Onun külü qara bir kül kimi qalır erir və onu siz nə qədər əzirsiniz, o liflər qalır orada. Yəni təsəvvür edin ki, yəni insanı istifadə edən, siqareti istifadə edən, yəni nikotin, sivuş yağları, tütünün olan zəhərin qoyuran bir tərəfə, həmin o kağızının ağciyərdə yığılması kanser, yəni onkologiyanın inkişafı üçün birbaşa təhlükədir. Yəni o həzm olunmur. Yəni kağız yandı, bitdi. Aydın. Amma o əskidir. O hazırlanan kağız zibillikdən ikinci emal olunan, zibil o fabriklarında emal olunan ikinci məhsuldur ki, buraxılır istehsala.